hərəkət edərkən kinetik enerjiyə malikdir. Bu yaya dəyir və yayı sıxır. Kürənin kinetik enerjisi yayın potensial enerjisinə çevrilir. Kürənin kinetik enerjisi mv kvadratı bölünsün 2 bərabərdir. Yayın sıxılmış yayın potensial enerjisi kx kvadratı bölü 2. Buradan deməli biz x-i tapırıq. X bərabər olur v vurulsun kök altında m bölünsün k. Və qiymətləri yerinə yazıb hesablama aparırıq. Deməli v 2 metr bölü saniyə, kök altda m 10 qramda kiloqrama çeviririk. 0,1 kiloqram, k da 100. Buradan da hesablamanı aparsaq 2 vurulsun 0,1 bölünsün 10. Böyle 0,2 metr və yaxud da 2 santimetr. Bu birinci sualın izahı. İkinci sualın izahı. 20 metr bölü saniyə başlanğıc sürətlə aşağı yuxarı atılan sürətinin 2 dəfə azaldığı hündürlüyü tapaq. V bərabərdir V0 bölünsün 2, 20 bölünsün 2, 10 metr bölü saniyədir. Deməli, kürənin başlanğıc anda malik olduğu mv0 kvadratı bölü 2 mexaniki enerjisi onun kinetik enerjisinə və potensial enerjisinə bərabərdir. Potensial enerjilərinin ani qiymətlərinə bərabərdir. Buradan m'lər ixtisar eləsək və h-ı tapanda alınır v0 kvadratı çıx v kvadratı bölünsün 2c. Qiymətləri də yerinə yazıb hesablama aparırıq. 400 çıxılsın 100 bölünsün 20 da bərabərdir 15 metr.